Belə göylərdən də var. Bunlar da çox isti. Bunu da Temudan eləmişdim. Ümumiyyətlə mən aksesuarların hamısını oradan eləyirəm. Bu göylər də yaxşıdır. Baxın bunlar. Mən bu dəfə rəngli qarışıq rəng eləmişdim. Qarışıq rəng amma yaxşı deyil. Qarışıq rəng eləməyin, bir rəng eləyin. Qarışıq rəng eləyəndə içində belə qəribə rənglər var. Narıncı, narıncın biraz fərqli tonu. Qəşəng görünmür onlar. Ona görə də yəni qarışıq eləməyin heç vaxt. Tək rəng eləyin. Mən bilməyib qarışıq eləmişdim. Baxın, indi belə burlok dəmirdir. Bunu belə keçirdirəm bura. Biraz, yəni bir neçə sıx iğnəni birdən götürürəm ki, yəni buradan burlok dəmiri buradan çıxmasın tez. Bir dəqiqə. Baxın, bağladım. Yəni bu buradan heç vaxt çıxmaz. Yəni təkcə bir ilmənin üstündən belə nazik bir yerdən keçirtməyin heç vaxt dəmiri. Onda tez çıxır. Çünki uşaqlar bunu elə oynadır ki, baxın, oldu belə. Bu elə bir hirsli görünür, bu minyon. Bu qəşəng görünür. Hansı yaxşı oldu? Sizcə hansı yaxşıdır? Fikirlərinizi desəz bilərdim hansı yaxşı oldu. İkisi də. Elə bilirəm, belə göz daha yaxşı olur. Elə bunda hirsli göründü. Bunu bilirsiniz necə də eləmək olardı? Məsələn, ağ rəngi eləyəndən sonra növbəti sıra boz rəng var. Boz rəngi ilmək sürüşdürməklə etmək olardı. Amma ağ rəngdə ilmənin arxa qatından, yəni blodan, blo olaraq elənsəydi ilmək sürüşdürmə. Elə daha qəşəng olardı. Elə bil burada boz hissə daha qalın oldu. Yəni elə eləmək olardı. Yəni indi növbəti bir dəfə də toxusam, elə eləyəcəm. Adam hər dəfə toxuduqca bilir səhvin, yəni necə eləsə daha yaxşı görünər. Ölçüsü filan, yəni yaxşı alındı. Baxın belə. Yəni balaca deyil. Belə, izlədiyiniz üçün təşəkkür edirəm. Vaxt ayırıb izlədiniz. Kim əgər toxusa, mənimlə də bölüşər, yəni şəklini göstərər. Belə də qəşəngdir. Çox sağ olun. Salam, yeni gələnlər, xoş gəlmisiniz. Kim əgər amigurumi oyuncaqları toxumağı öyrənmək istəyirsə, səhifəmə baxa bilər, YouTube səhifəmə, YouTube kanalıma. Orada oyuncaqların sxemləri, toxunma qaydaları, izahlı videolar, yəni çoxdur. Oradan baxıb öyrənə bilərsiniz. Asan sxemləri, çətin də var, asan da var. Yəni yeni başlamaq istəyənlər üçün daha yaxşıdır. Alt yazı ilə də var, ingilis dilində alt yazı ilə də var. Çox sxemlər də var. Sonra sadə bədən sxemləri var. Məsələn, həmin bədən sxemlərindən istənilən oyuncaq toxuya bilərsiniz. Baxın, son toxuduğum oyuncağı göstərim. Baxın, bunun bədən sxemini YouTube'da mən paylaşmışam. Sadəcə qulaqlarını paylaşmamışam, burnunu paylaşmamışam. Qalan, yəni bədən sxemi YouTube'da paylaşmışam. Bu da başındakı da pendirdir güya. Belə, ən son toxuduğum oyuncaq budur. Belə, toxuduğum oyuncaqlara baxmaq istəyirsə, Instagram səhifəmə keçid edib baxa bilərsiniz. Orada bütün toxuduğum oyuncaqları paylaşmışam. Düzdür, son toxuduqlarımı çox çəkib paylaşmamışam vaxt olmadığından. Yəni, ora baxa bilərsiniz. Orada profildə nömrə də var. Nömrəyə də yaza bilərsiniz. Sonra həmin nömrədə WhatsApp qrup da var. Toxucular üçün, əl işini öyrənmək istəyənlər üçün ödənişsiz qrupdur. Kim istərsə orada qoşula bilər. Bu qədər. Abunə olmağı unutmayın YouTube'da videolarıma və videoların altında rəy bildirməyi unutmayın. Əgər növbəti sxemin hansı oyuncaq olmağını istəyirsinizsə və yaxud da hansı oyuncağın sxemin yəni öyrənmək istəyirsinizsə, videolarının altında qeyd edə bilərsiniz.
İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.